Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə blok və inline elementlər haqqında danışacağıq. HTML-də bu elementlərin bir-birindən fərqi nədir? Bunları sizə izah etmiş olacağam. Ctrl B eləyirəm, sol tərəfi bağlayıram. Baxın, bu mövzunu izah etmək üçün ilk öncə elə gəlin birbaşa praktika olaraq göstərim sizə, yəni vizual olaraq göstərim. Bir dənə H2 yazacağam bura. Məsələn, lorem 5 deyirəm, belə bir cümlə olsun. Ya da 3 dənə sözdən də ibarət ola bilər. Məsələn, belə bir şey olsun. Bir dənə də A yazacağam bura. Ref dəyərini verməyə ehtiyac yoxdur, atributuna dəyər verməyə ehtiyac yoxdur. Məsələn, klik deyirəm. Ctrl S edirəm. Bu iki element artıq ekranda görünmüş olacaq. Ekrana baxdığımız zaman burada görünür artıq. İndi burada sağ düymə edib inspect eləsək əgər, belə bir deməli səhifə qarşılayacaq bizi. Və təbii ki, burada ola bilər ki, başqa tablarda olsun. Bu tablardan keçid edin element hissəsinə və ola bilər ki, bu yuxarıda olsun. Baxın, belə bağlasın buranı. Bunu çəkin aşağı. Baxın, ola bilər burada olsun. Çəkin aşağı ki, buranı bağlamasın. İndi məsələ nədir? Burada biz əgər seçilə bilmə özəlliyini aktiv etsək, hal-hazırda üzərinə gedəndə heç bir şey olmur, fikir verirsinizsə əgər. Amma buna klik etsəm və çıxsam bura ekrana, artıq hansı element üzərinə gedirəmsə, onun tutduğu ərazini belə deyək də, işarələyir, göstərir mənə. Baxın, məsələn, buranı nə tutubdu? Bədii. Fikir verin, burada da həmin təqin adı yazılıb. Bədii bu qədər yeri tutubdu hal-hazırki səhifədə. Bunu göstərir, bizə aşağıda digər məlumatları da göstərir. İndi biz yaxşı gəlib əgər, baxın, gəlib əgər buna baxsaq, daha doğrusu H2-yə baxsaq, bunun üzərinə gəldiyimiz zaman görürük ki, bu qədər yeri əhatə edir. Baxın, bu qədər yeri əhatə edir. Hətta bunu biraz sağa gətirsək, yenə gəlib H2-nin üzərində dayansaq, görürük ki, olduğu sətirdə bütün sətir boyun əhatə etmiş olur. Amma gəlib bu klikə baxsaq, əgər fikir verin, klikə gəlib baxsaq, burada görürük ki, olduğu yeri baxın, hətta yaxınlaşdırıb da baxmaq olar, haranı istifadə edirsə, oranı tutur elə. Amma bu isə H2 isə olduğu sətri bütöv tutur. Və bu olur blok element. Yəni biz əgər səhifəmizə blok olaraq baxsaq, məsələn, səhifəmizə belə izah edeyim sizə, yadda qalan olsun. Məsələn, bu bir blokdur düşünün. Bu ikinci blokdur. Bu üçüncü blokdur. Bu formada səhifə bloklardan ibarətdirsə əgər, blok elementlər olduğu sətirdə bütün blok boyu, sətir boyun əhatə edib tutmuş olacaq. Yəni H2-yə bu qədər yer lazımdır yazı yazmaq üçün, amma o bu qədəri də tutur. Baxın, bu qədəri də tutur səhifənin sağına doğru. İndi bu ekranı buradan böyütsəm, oranı da tutacaq. Amma bu kliki isə, yəni inline olanlar isə sadəcə ona lazım olan qədərini tutur. Baxın, buranı tutdu və salam. İndi məsələ burada nədir? Baxın, biz əgər gəlib burada bir dənə də Ctrl-C eləyib Ctrl-V desək H2 yapışdırsaq, bir dənə də Ctrl-C eləyəcək, A-nı yapışdıracaq. İndi hal-hazırda buna baxaq. Fikir verin, mən bunları yan-yana yazdım. Bunun yanında yer var. Baxın, bura baxdığımız zaman bu H2-nin sağında yer var. Bax, buradan bura qədər olan yer boşdur, elə deyil. Bu H2 ora yerləşə bilərdi. Amma niyə görə aşağı düşdü? Çünki biz dedik ki, blok elementlər olduğu sətirdə bütün yeri əhatə edir. Sağdan sola qədər bütün yeri əhatə edir, elə deyil. Onun üçün də məcbur bu aşağı düşməli oldu. Çünki bu sətri, yəni bu sətir boyun bu H2 tutubdu. Onda ikinci H2-ni yazanda məcbur düşür həmin H2 aşağıya, aşağıdakı sətri o da tutur. İndi bir dənə də yazsaq o düşəcək aşağıdakı sətri oranı tutmuş olacaq. Amma bu inline-larda elə deyil. Məsələn, Ctrl-V eləyirəm, bu qədər yapışdırıram bura, Ctrl-S eləyirəm. Baxın, yan-yana düşür. Çünki bunların tutduğu yer bu qədərdir. Bu klik yazısı qədərdir. Ona görə də bunlar yan-yana düşə bilir. İndi digərlərdə olsa bunun yanına bu formada əlavə oluna biləcək. Nə vaxt buradan daşlansa onda aşağı düşəcək, kənara çıxacaq və s. olacaq. Amma hal-hazırki vəziyyətdə bunun tutduğu yer inline olduğu üçün tutduğu yer elə ona lazım olan qədər olan yerdir və bu formada yan-yana düşür. Amma blok elementlər bir-birini məcbur edir ki, aşağıya düşsün. Bir-birini deyiləndə inline da yazsaq, məsələn bu inline-ı bu blokdan sonra yazmışım. Buna icazə vermədi bura düşsün. Çünki buranı bütün bu H2 tutubdu. Baxın, bu sətr boyun bütün bu H2 tutubdu. Ona görə də bu inline-da məcbur aşağı düşüb yazılmış oldu. Qısacası başa düşmək lazımdır ki, blok elementlər olduğu sətri bütün tutur, türklər demiş kaplayır olduğu sətri, yəni sağdan sola qədər olduğu sətrin bütün əhatə etmiş olur. Amma inline-lar isə olduğu sətirdə ona lazım olan qədər yeri tutmuş olur. Aydındır? Və təbii ki, buradan da bu nəticəni çıxardırıq ki, blok elementlər bir-birin və
digər inline elementləri məcbur eləyir ki, öz sətrində olmasın, digər sətrə düşsün. Amma inline'lar isə məcbur etmir. Yəni inline yazdığımız, məsələn, bir neçə dənə inline element yazdığımız zaman onlar eyni sətirdə bu formada düzülüb yazıla bilər. Amma blok elementlər buna icazə vermir. Çünki bu blok olduğu üçün bu sətri əhatə edib deyə digər element də blokdur. Inline də olsa fərqi yoxdur. Nə olsun, bu da bura baxsaq, sətrin başlanğıcı olaraq bura baxsaq, bu da blokdur, amma bu inline'ları qoymuyor öz sətrində yazılsın. Təbii ki, bunları CSS ilə dəyişmək olur, özəlliyi vermək olur. Display özəlliyi ilə, məsələn, block, inline və yaxud da ki, flex, grid və s. eləmək olur. Bunlar CSS-in mövzusudur. Hal-hazırda başa düşmək lazımdır ki, HTML-də block və inline elementlər var. Block elementlər olduğu sətirdə sətri soldan sağa qədər bütün əhatə edir, tutur. Lazım olduğu olmadı, fərqi yoxdur. Amma inline elementlər nə edir? Sadəcə ona lazım olan qədər yeri tutmuş olur, əhatə etmiş olur. Aydındır? Bunu başa düşmək lazımdır və əzbərləməyin hansılar blokdur, hansılar inline-dır. Qətiyyən bunları əzbərləməyin, çünki zaten yadınızdan çıxacaq. Yəni mənasını bilin, blok və inline-ın nə olduğunu bilin. Siz zaten araşdırma etmək sizə lazım olduğu zaman bir çox yerlərdən soruşa biləcəksiniz onu. ChatGPT-dən də soruşa bilərsiniz, internetdə araşdıra da bilərsiniz və yaxud da ki, elementi yazarsınız, bu seçilmə özəlliyini aktiv edərsiniz, üzərinə gələrsə, bütün buranı əhatə edirsə, deməli bu blokdur. Buranı əhatə edir, blokdur. Buranı əhatə edir, öz yerini əhatə edir, onda deməli bu inline-dır. Bu qədər sadə. İndi bir də məsələn burada CSS kodu ilə mən sizə bunun fərqini göstərsəm, yəni eyni şeydir əslində, sadəcə vizual olaraq göstərmək istəyirəm. Baxın, burada style içərisində bu CSS hissəsinə fikir verməyin, sadəcə sadə bir şey yazacağam. Məsələn, H2 yazıram bura, buna deyirəm ki, background color'un, yəni arxa fon rəngin red elə, qırmızı elə yəni. Və düşürəm aşağı, məsələn, aya da deyə bilərəm ki, bunun da background özəlliyin, background color'un məsələn bu rəng elə, blue elə. Ctrl S edirəm. Baxın, səhifəyə baxdığımız zaman biz görürük ki, H2 bu qədər yeri tutduğu üçün arxa planında qırmızı oldu bura qədər. Bax, səhifəni böyütsəm yenə tutur ora qədəri. Amma bu isə, A isə inline olduğu üçün sadəcə yazıldığı yer qədəri rənglənmiş oldu. Background rənglənmiş oldu. Aydındır? Bunu da belə başa düşmək lazımdır. Ctrl-KC edirəm, Ctrl-S edirəm. İndi bir sonraki dərsimizdə biz div və span haqqında danışacağıq. Onlardan da hansı blokda, hansı inline-da necə istifadə olunur, nədir ümumiyyətcə bu elementlər, həmən dərsdə izah etmiş olacağım. Bu dərsimizin mövzusu o idi ki, blok və inline elementləri başa düşək, anlayaq. Ümid edirəm ki, bunları başa düşdünüz. Və deyirəm, təkrar deyirəm, qətiyyən bunları əzbərləməyin. Aydındır? Qəti şəkildə əzbərləməyin, sadəcə blok və inline-ın nə olduğunu başa düşün. Araşdırma lazım olduğu zaman mənasını bildiyiniz üçün axtarıb tapmaq sizə rahat olmuş olacaq. Bu dərsimiz bu qədər. Növbəti dərsdə fərqli mövzu ilə davam etmiş olacağıq. Növbəti dərsdə görüşək.